Artıq Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında pensiya təminatı haqqında saziş mövcuddur. Bu da bildiyiniz kimi 90-cı illərdə bağlanılıbdır. Yeni bağlanan sazişlərdə artıq yeni yanaşmalarla mövcuddur. Belə ki, yeni sazişlərdə hər kəsin ərazisində işlədiyinə görə pensiya hüququnu təsbit edir. Yəni əvvəlki müqavilələrdə isə bu belə deyil. Əvvəlki müqavilələrdə kimin ərazisində daimi yaşayırsa, məsələn Qazaxıstan Respublikasına münasibətdə, əgər həmin vətəndaş Azərbaycan ikisindən birinin vətəndaşıdır və hansının ərazisində daimi yaşayırsa, onun stajları birləşdirilir, pensiya hüququ yaradılır və daimi yaşadığı tərəfdən ödənilir. Həmin şəxsin eyni zamanda Qazaxıstandan da pensiya alması bu mövcud müqavilədə nəzərdə tutulmamışdır. Qazaxıstanın əgər Azərbaycan Respublikasında yaşayırsa, Qazaxıstanda çalışdığı staj Azərbaycan Respublikasındakı stajla birləşdirilir, ona hüquq yaradılır və həmin staja uyğun da 2006-ya qədərki stajına uyğun da ona pensiya təyin olunaraq ödənilir. Eyni zamanda iki respublikadan pensiya alması mümkün deyildir. Yalnız digər respublikalar var ki, məsələn Türkiyə ilə olan, Belarusya ilə olan müqavilələrdə və digər müqavilələrimizdə burada isə şərtlər başqa cürdür. Artıq Türkiyə Respublikasında da işləyib, Azərbaycan Respublikasında da işləyib, pensiya hüququnun yaradılması üçün iki stajlar birləşdirib hüquq yaradılır. Lakin burada yanaşma başqa cürdür. Ödənişə gəldikdə isə hər kəsin proporsional olaraq ərazisində çalışdığına müvafiq pensiya ödənişi həyata keçirilir. Lakin bir tərəfin qanunvericiliyi ilə, məsələn, 25 il Azərbaycan Respublikasında tələb olunur, Türkiyədə də işləyib bir 10 il, 25 il Azərbaycan Respublikasında varsa, artıq hüquq yaratmaq üçün Türkiyə Respublikasının stajın birləşdirilməsinə zərurət yaranmır. Artıq buranın qanunvericiliyi ilə, burada işlədiyi ilə qazanıb. Yox, əgər 25 il tamamlansa, o halda birləşdirilir. Məsələn, 15 il Azərbaycan Respublikasında, 10 il Türkiyədə işləyibsə, birləşdirildi, 25 ilən hüquq yarandı. Ödəniş olanda Azərbaycan Respublikası 15 ilə görə, Türkiyə Respublikası isə 10 ilə görə pensiya ödənişi həyata keçirilir. Qazaxıstanla və MDB ilə, digər respublikalar ilə mövcud olan müqavilələrin də yeni bu şərtlərə uyğunlaşdırılmasıyla bağlı işlər gedir. O müqavilələrə də artıq yenidən baxılması nəzərdə tutulub. Gələcəkdə hər kəsin, ola bilsin müqaviləni qüvvəyə mindiqdən sonra hər kəsin ərazisində qazandığına görə pensiya hüququ əldə etsinlər.